Hörmətli izləyicilər, mən özümü Allah adamı sayıram. Hansı əsasa? Bu barədə çox açıqlama vermişəm. Bir Allah adamı kimi hərdən bəzi məsələlərə toxunmaq istəyirəm. Bugün korona barədə danışmaq istəyirəm. Uzun müddətdir bu məni çox narahat eləyir. Deməli, yuxarıdakılar Allahı tanımır. Lazım idi mi büdcədə milyonları verib koronanın vaksinini gətirmək? Ölən öləcəkdi, qalan da qalacaqdı. Dünyada heç bir qüvvə ölümün qarşısını ala bilməz. Əgər Allahdan ölüm gəlibsə, yenə deyirəm, lazım idi mi bunu gətirmək? Millətin 10% könüllü, 40% məcburi, 50% də tibb işçisinin cibinə bir 20 manat saldı ki, dərmanı yerə tök, yaz ki, vurdum. Elə düz də elədilər. İndi kimə yaxınlaşırsan deyir, xəstəyəm. Elə bax, onun cavabıdır. Yad maddə idi o vaksin. Orqanizmada mütləq dəyişiklik gedəcəkdi. Milyonları büdcədən vermək lazım idi mi? Həmin pula nələr eləmək olmazdı? Təhcil veteranların 80 manatını 180 manat eləmək və s. eləmək olardı. Mənim bugünkü söhbətim bu qədər.